2011-ci il Azərbaycanda turizm ilidir. Azərbaycanda turistlər üçün görməli və gəzməli yerlər çoxdur. Onlardan biri də Mərdəkandakı el arasında botanika bağı adlandırılan Dendiraridir. Murtuza Muxtarova məxsus olmuş bağın indiyə qədər efirdə görünməmiş gizlinləri haqda əməkdaşlarımızın xüsusi reportajında. Sultan bəyin bəlini qovmasından 100 ilə yaxın vaxt keçir. İndi buradan heç kəs qovulmur, əksinə şəhər ətrafında istirahətə üstünlük verən minlərlə insan məhz Bakının Yaşıl Muzeyinə, Dendirari Parkına gəlir. Təkcə bu il 20 minə yaxın insan, həmçinin bütün səfirliklər, Respublikaya gələn qonaqların böyük əksəriyyəti məhz asudə vaxtlarını bu Dendiraridə keçirdilər. May ayında Mərdəkan Dendirarisi ən gözəl günlərini yaşayır. Mərdəkan Dendirari isə Abşeron yarımadasının şimal-şərqində, Xəzər dənizindən 4,5, Bakının mərkəzindən isə 40 km uzaqlıqda yerləşir. Tarixi qısa səyahət. Dendirarinin yerləşdiyi ərazi 1895-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. O da bir sıra milyonçular kimi adi fəhlədən neft maqnatı səviyyəsinə də yüksələ bilmişdi. Tarixdə Muxtarovun adı daha çox Bakıda neft çıxarılması texnologiyasının inkişafı ilə bağlıdır. 1895-ci ildə o dünyada ilk dəfə olaraq metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün dövlət patenti alır. Bəlkə elə bu səbəbdəndir ki, öz bağının ərazisində quyulara xüsusi diqqət yetirmiş olub. Həmin quyuların özəlliyi haqqında isə bir qədər sonra əyani söhbət açacağıq. İndi isə qaydaq parka. Mərdəkan Dendirarisinin ümumi sahəsi 12 hektara yaxındır. Əlbəttə, qumsallıq və əkin-biçin üçün yararsız olan bu bağı Gülüstana çevirmək elə də asan iş deyildi. Odur ki, əsrin əvvəlində Murtuza Muxtarov bura Lənkərandan münbit torpaq gətizdirir. Bununla da nadir bitkilərin əkilməsi ənənəsini qoymuş olur. Hazırda Dendirarinin ərazisində Afrika, Aralıq dənizi hövzəsi ölkələri, Kaliforniya, Meksikanın bir sıra subtropik sahələrinə aid intradeksiyalaşdırılmış, yəni Abşeron şəraitinə uyğunlaşdırılmış floranın 100 növdən artıq nümunələri var. Ümumilikdə isə dünyanın müxtəlif güşələrindən 1500 növə yaxın bitki toxumlarının nümunələri gətirilib. Uyğunlaşdırma prosesi xüsusi laboratoriyalarda aparılır. Bax, bu toxumlar Avstraliya florasına malik olan, yəni Avstraliya florasından olan 3 bitkinin toxumudur. Neştər yarpaq kalistemon, dimdikvari evkalipt, bir də qatıl quyruq yarpaq kazuari. Vaxtı ilə bu bitkilər Avstraliyadan Abşerona getirilmiş, toxumlar çoxaldılmışdır. Evkalipt çox nəhəng ağacdır. Biz o böyüklükdə nəhəng ağacı bu kiçik toxumlarla çoxaldırıq. Əsrarəngiz biomüxtəlifliyin suya olan tələbatını ödəmək üçün bağın ərazisində yerləşən quyulardan istifadə edilir. Hazırda parkın ərazisində 8 quyu olsa da onlardan 4-ü öz köhnəliyinə görə seçilir. Yaşı dəqiq bəlli olmayan, bəzi hallarda orta əsrlərə aid edilən bu quyuların özəlliyi ondan ibarətdir ki, onlar yeraltı yollarla bir-birlərinə birləşir. Şaxələnən yeraltı yollarsa əsas quyudan başlayır. Dendirarinin ərazisində yerləşən yaxşı yüzü keçən, ümumi dərinliyi 29 metr olan bu quyu suya qədər 19 metrdir. Hal-hazırda biz həmin dərinlikdəyik. Əfsanəvi 3 yol məhz buradan başlayır. Həmin yolların birincisi neft milyonçusu Şəmsi Əsədullayevin bağına, ikinci yol Murtuza Muxtarovun evinə, üçüncü yol isə Xəzər dənizinə aparır. Həmin yol buradan var. Biz hal-hazırda Xəzər dənizinə aparan da uzunluğu təxminən 1 kilometrə yaxın olan yolla irəliləyirik. Bura çox sürüşkəndir. Bütün təhlükə arxada qaldı. Biz bu yolu qət etdik.
Ekranlarınızda Xəzər dənizi sahilini görməyib təəccüblənməyin. Çünki 100 il öncə mavi Xəzər ləpələri bağın hasarını sığallayırdı. Quyunun dibindən gedən digər yeraltı yol isə Murtuza Muxtarovun öz həyat yoldaşının ad gününə hədiyyə olaraq tikdirdiyi evə gedib çıxır. Qarşımızdakı olan bina, hansı ki bir əsr yaşı var, 1895-ci ildə Fransız arxitektor Plaşko tərəfindən layihələnir, gotik üsulunda tikib. Bina 4 tərəfdən pləkanları olduğuna görə gəmi formasına bənzədilib. Hansı pləkanlar artıq indirəm, bu da evirdən qalan bir pləkanlardır. Bağ evinin həyətində bir ağac xüsusilə seçilir. Bu, deyilənə görə toxumu buz dövründən qalmış yeganə ağac nümunəsi olan Ginkgo bilobadır. Ginkgo biloba dünyada ən yaşlı ağaclardan hesab olunur. Yer üzündə toxumu buz dövründən qalmış yeganə ağacdır. Yaşı 150 milyon il olduğu təxmin edilən bilobanın hündürlüyü 40 metrə çatır. Ən çox yayıldığı ərazi isə Çin və Yaponiyadır. Bağın ərazisini gəzdikdə yəqin ki, hər birimizin beynindən ani olaraq axı bu yer mənə tanış gəlir fikri keçir. Tanış gəlir. Başsız atlı filmindən bizə tanış olan Louisa və Maurice Gerard'ın görüşdüyü hovuz. Arşın Malalan filmindən Əskər və Gülçöhrənin pünhan görüşləri. Говорю тебе, как старший, в нашем уезде этот обычай не забыли. Или получи с Рустама плату за кровь. Qorxma, mən səninləyəm filmində Teymurun Fərzəli bəy ilə mübahisədən sonra çıxdığı məkan. Ağa, ay ağa, qonağımız gəldi ağa, gəldilər. Buyur ağa. Allah Ahmet, kes kömək elə, tez ol. Dərviş Parisi partladır filmində Hatəmxan ağanın Müsyo Jordanı qarşıladığı səhnə məhz buradır. Deyəsən, biz də bu bağın tarixinə düşdük. Müsalə Əyyub qızı. Rüfət Həmzəyev. Erxan Axundov, Həftə.